Hitler Kiçik Asiyada yaşamış, eramızdan əvvəl 2-ci minillikdə regionun ən güclü dövlətlərindən birini qurmuş Hind-Avropa mənşəli xalqdır. Paytaxtı Hattuşa şəhəridir. Türkiyənin Boğaz-Kale bölgəsi. Dili Het dilidir. Hind-Avropa ailəsinə aiddir. Eramızdan əvvəl 2000-1700-cü illərdə Şimali Anadoluya köç etmiş xalqdır. Yerli Hatti xalqı ilə qarışmış, onların adını da qəbul etmişdir. Het imperiyasının yüksəlişi Labarna və 1-ci Hattuşili zamanında baş vermişdir. Hattuşanı paytaxt edərək güclü dövlət yaratdılar. Suriya üzərinə yürüş edərək şərq ticarət yollarına çıxış əldə etdilər. Murşili hakimiyyəti zamanında Babil şəhəri ələ keçirildi. Bu, yaxın şərq tarixində mühüm dönüş nöqtəsi idi. Lakin qayıtdandan sonra saray çevrilişi ilə öldürüldü və dövlət zəiflədi. Hitlerin ikinci yüksəliş dövrü Subbi Lulimanın hakimiyyəti dövrüdür. Təxminən eramızdan əvvəl 14-cü əsrdə. Hitlerin qızıl dövrü hesab olunur. Suriyada Mitani dövlətini məğlub etdilər. Misirlə rəqabət dövrünün başlanğıcı məhz bu dövrdədir. Het imperiyası Şərqi Aralıq dənizinə qədər genişlənmişdir. 3-cü Hattuşili zamanında isə 2-ci Ramzeslə Kadeş döyüşü baş vermişdir. Eramızdan əvvəl 1274-cü ildə. Döyüş dünyanın ən böyük araba döyüşü hesab olunur. Döyüşdə heç biri tam qələbə qazana bilmədi. Kadeş müqaviləsi imzalandı. Eramızdan əvvəl 1259-cu ildə. Tarixin ilk beynəlxalq diplomatik sənədidir.